Sadiq olmaq çətindir. Düşünürəm ki, şəxsiyyət formalaşmış insan üçün çətin deyil. Çünki sadiq olmaq bir seçimdir. Xoşbəxt olmaq da əslində bir seçimdir. Siz bunu özünüz bilərəkdən, şüurlu olaraq seçirsiniz və buna əməl edirsiniz və hətta bundan zövq alırsınız getdikcə. Hansı insana ki, sadiq olmaq çətindir, bilin ki, onda mütləq bir natamamlıq kompleksi var. O bu natamamlıq kompleksini tolerə etmək üçün daha çox... Özünü təsdiq etmək üçün. Özünü təsdiq etmək üçün desək daha doğru olar. Bəli, özünü təsdiq etmək istəyir. Özünü təsdiq edə-edə nələri itirir həmin adam? Özünü təsdiq edə-edə əslində yenə də burada itirdiyi axırda özü olur. Xüsusən də qadınlara aiddir bu. Çünki qadınlar bir insana bağlananda onda oksitosin ifrazı daha çox olur. Artıq qadının bir neçə partneri olubsa, onun oksitosin ifrazı az olur və bu qadınlar üçün çox önəmli bir hormondur. Bunun yoxluğundan onlar depressiyaya düşürlər və görürsünüz ki, bunu özünüz də müşahidə edə bilərsiniz cəmiyyətdə ki, doğrudan da depressiyadadır. Heç bir dərman vasitəsilə də depressiyadan çıxıb qutara bilmir. Çünki təbii oksitosin mənbəyini artıq itirib.